Zülmətdəki Nur, Məhəmməd Peyğəmbərin hekayəsi. Məkkə 570-ci il. Bu, qədim Ərəbistanın Məkkə şəhəri idi. Şəhərdə insanlar bir çox bütlərə inanırdılar. Elə bu illərdə yoxsul bir ailədə, ata tərəfindən uşaq yaşlarında yetim qalmış, tezliklə anasını da itirmiş bir oğlan uşağı doğuldu. Adını Məhəmməd qoydular. O, böyüdükcə ətrafındakı bütün insanlardan fərqlənirdi. O qədər dürüst və etibarlı idi ki, bütün şəhər onu Əl-Əmin etibarlı adlandırırdı. Gəncliyində zəngin və hörmətli bir qadın olan Xədicə ilə evləndi. Həyatı sakit keçirdi, lakin Məhəmmədin ürəyi Məkkədəki bu qeyri-ədalətli və bütpərəst həyata görə narahat idi. O, tez-tez şəhərdən kənardakı Hira mağarasına gedib düşüncələrə dalırdı. 610-cu il. Məhəmmədin 40 yaşı tamam olanda, o, Hira mağarasında olarkən qeyri-adi bir hadisə yaşadı. Ona gözəl bir mələk, Cəbrail göründü və dedi, oxu. Məhəmməd çaşqınlıqla cavab verdi, mən oxumağı bacarmıram. Mələk onu sıxıb təkrar etdi, oxu. Yaratmış Rəbbinin adı ilə. Bu, vəhyin başlanğıcı idi. Məhəmməd artıq Allahın elçisi, Peyğəmbər idi. Ona tapşırılan isə insanları yeganə Allaha inanmağa çağırmaq idi. Məkkədəki qəbilə başçıları və zənginlər bu yeni dinə, İslama şiddətlə qarşı çıxdılar. Onlar Məhəmmədi və ona iman gətirənləri təqib etməyə başladılar. Müsəlmanların həyatı Məkkədə dözülməz oldu. 622-ci il. Beləliklə, Allahın əmri ilə Məhəmməd Əs-Ə və yoldaşları ilə birlikdə Məkkədən təxminən 450 km aralıda olan Yəsrib, indiki Mədinə şəhərinə köç etdi. Bu hadisə Hicrət adlanır və müsəlman təqviminin başlanğıcı sayılır. Mədinə Məhəmmədin yeni vətəni oldu. O, burada ədalətə əsaslanan bir ümma qurdu. Bütün inancların nümayəndələrini bir araya gətirərək Mədinənin əsaslarını qoydu. O, həm Peyğəmbər, həm hökmdar, həm də müəllim idi. 630-cu il. İslam getdikcə yayılır və güclənirdi. Nəhayət, Məhəmməd Əs-Ə və böyük bir ordu ilə Məkkəyə geri döndü və şəhəri qan tökülmədən fəth etdi. O, Kəbəni bütlərdən təmizləyərək onu yeganə Allaha ibadət yerinə